Salam hörmətli izləyicilər. Loqaritmadan qaldığımız yerdən davam edirik. Bugünkü bölmə üslü və loqaritmik tənliklərdir. Bu bölmədə 1-dən 60-a qədər bu izahda sualların izahını verəcəyəm. Keçək suallarımıza. Deməli, birinci sualda deyilir ki, LCX bərabərdir 2 minus LC5-ə. Deyir, tənliyi həll edin. O zaman yazıram LCX bərabərdir. LC2 nəyə bərabərdir? LC 100-ə bərabərdir. Minus bir də LC5 olsun. İndi LCX-in yerinə yazıram. LCX bərabərdir. LC 100 çıx LC5. 100-ü də 5-ə böldük, qalar 20. İndi LC-ləri də atsaq, X bərabərdir neçə qalar? 20 qalar. Deməli, birinci sualın doğru cavabı oldu Y variantı. İkinci sual eynisidir. Baxaq üçüncü sualımıza. Deməli, üçüncü sualda 2 üzərində x üstəgəlsin 2 bərabərdir 16-da 1-dir. 16-da 1-i də 2 üstü mənfi 4 kimi yazırıq. Əsaslar eynidirsə, onda qüvvətlər də bərabərdir. X plus 2 bərabərdir mənfi 4 isə x bərabərdir olar mənfi 6. Deməli, üçüncü sualda doğru cavab oldu. Bax, bu B variantı. Keçək dördüncü sual. Dördüncü sualda nə deyir bizə? Elin 2x minus 5 bərabərdir 0. 2x yazırıq. Dəqiqə bu. 2x minus 5 bərabər olmalıdır. Burada y olur. Y üstündə 0, 1 oldu. İndi tapdığımız kök funksiyanın təyin oblasına daxil olmalıdır. Olmasa, deməli, yanlışdır. İndi yazırıq 2x 6-dan x bərabərdir müsbət 3 edər. İndi 2 üçün 6, 6-dan 5 çıxanda 1 edir. O da doğrudur. Deməli, tənliyin kökü ilə müsbət 3-ə bərabərdir. Dördüncü sualda oldu A variantı. Beşinci sual eynisidir. Altıncı suala baxaq. Deməli, misal nömrə 6-da deyir ki, 5 üzərində 3x bərabərdir. 25-i də belə yazıram. 5 üzərində 2, 10 üzərində x plus 1 tam 10-da 5. İndi yazıram 5 üzərində 3x bərabərdir. 5 üzərində 2-ni bu ifadəyə vuraram. Olar x plus 1 tam 5-də. Aha. 2-ni x-ə vuranda olar 2x. 1 tam 5 2-yə vurdum, oldu 3. Əsaslar eynidir. Qüvvətlər də bərabərdir. 3x bərabərdir 2x plus 3-ə. X də bərabərdir müsbət 3 qalar. Deməli, 6-cı sualın da doğru cavabı C variantıdır. 7 bunun eynisidir. Baxaq 8-ci suala. 8-ci sualda bax 3x minus 2 bərabərdir 10 üstü. Bura 10 olur, yazılmır da 10 üstündə 0. 10 üstündə 0 bizə elə 1-i verir. Olur 3x bərabərdir. 1-in üzərinə 2 gəlsəm 3 edər. X bərabərdir müsbət 1. Deməli, 8 də D variantıdır. 9 da bunun eynisidir. Baxaq 10-cu suala. Loqaritm 3-dən 2x minus 3 bərabərdir 2-yə. İndi 2x minus 3 bərabərdir. 3-ün kvadratı neçə edər? 9 edər. 2x bərabərdir 12-dən x də bərabərdir müsbət 6 alınar. Deməli, 10-cu sualda oldu B variantı. 11 də bunun eynisi. Baxaq 12-ci suala. Deməli, 0,3 belə yazıram. 10-3 üzərində x bərabərdir. 9, 11-i də 90-da 11,9-a 1 də 90-da 100 yazıram. Bu da bərabərdir 3-də 10-un nəyinə? Kvadratına. İndi bu da x də bərabərdir. Buradan 2-də 1 alınır. Çünki 10-da 3, 3-də 10, bunun tərsidir. 2-də 1 alınır. Daha doğrusu 10-da 3-dür. Bunda kvadrat kimi yazıq. Bu oldu 10-da 3. Bu oldu 3-də 10. Aha. İndi bir dəqiqə. Bunu da belə yazıram da. 10-da 3 üstündə mənfi 1, 10 üstündə 2 kimi. 10-da 3 üstü mənfi 1, elə 3-də 10-a bərabərdir, 10 üstü mənfi 2. Yəni ki, belə yazılır. 10-da 3 üzəri mənfi 2. Mənfi 1, 2-yə vuranda olur mənfi 2. Əsaslar eynidirsə, qüvvətlər bərabərdir, x bərabərdir mənfi 2 oldu. D variantı. Deməli, 13 də bunun eynisi. Baxaq 14-cü suala.
2 üzərində 5x minus 6 bərabərdir. Bax, bu 8 də 2-nin kubu deməkdir. İndi 5x minus 6 bərabərdir müsbət 3 olsa, 5x 9-dan x də bərabərdir 9 bölünsün 5-ə. Yəni 1 tam 5-də 4. O da deyir 1,8. Deyir kökü aralıqlardan hansına daxildir? 1,8 müsbətdir də 1-3 aralığına. 14 oldu. C variantı. Keçək növbəti suala. 15 də bunun eynisidir. Baxaq 16-cı suala. Deyir tənliyi həll edin. 3 üzərində x 5-dirsə x bərabərdir loqaritm 3 əsasdan 5. Oldu C variantı. 16-cı sual. 17 də eynidir. Baxaq 18-ə. Loqaritm 5 əsasdan x bərabərdir loqaritm 5 əsasdan 6 plus loqaritm 5 əsasdan 3-ə. İndi loqaritma 5 əsasdan x bərabərdir loqaritma 5 əsasdan 3, 6, 18. Loqaritmlər geçsə, 5 əsaslar geçsə, qalır x bərabərdir 18. 18 ilə 17, 21 arasındadır. 18 oldu. Deməli, doğru cavab Y variantı. 19 bunun eynisidir. Baxaq 20-ci suala. 3 bölünsün 7 üzərində x bərabərdir. 49 bölünsün 9-u 7 bölünsün 3-ün kvadratı kimi yazıram. Bunu da yazıram. 3-də 7 üzəri mənfi 1, 10 üzəri mənfi 2 kimi. O da bərabərdir. Daha doğrusu 7-də 3-i. 7-də 3. Tərsin yazı. Mənfi 2 yox, müsbət 2. O da deyir 7-də 3 üzəri. Mənfi 1-i 2-yə vurdu, olur mənfi 2. 7-də 3, 7-də 3. Əsaslar eynidirsə x bərabər neçə qalar? Mənfi 2 qalar. Oldu 20-ci sual C variantı. 21 eynisidir, yazmıram. Baxaq 22-ci suala. 2 üzərində 2 minus 3x 32 də 2 üstündə 5 deməkdir. 2 minus 3x bərabərdir müsbət 5-dirsə 3x bərabərdir 3-ə. Daha doğrusu 3x mənfi 3-dir. X də bərabərdir mənfi 1 alındı. Deməli 22-ci sual doğru cavab olar A variantı. 23 bunun eynisi. Baxaq 24-cü suala. LCX mənfi 2-də 1-dir. Yazırıq LCX bərabərdir mənfi 1 bölünsün 2-yə. Bunda x bərabərdir 10 üzəri mənfi 1 bölünsün 2. 1 bölünsün 10 üzəri 2-də 1. O da bərabər 1 bölünsün kök altında 10. Doğru cavab. 24 də oldu. Doğru cavabımız A variantı. Baxaq 25-ci suala. Tənliyi həll edin. 2 üzərində mənfi x üstə 1, 32-də 2 üzərində 5 deməkdir. Mənfi x üstə 1 bərabərdir 5 olsa, x bərabərdir mənfi 4 olar. Deməli 25-ci sualın da doğru cavabı oldu Y variantı. Baxaq 26-cı suala. Şərti yazaq loqaritma 3-cü dərəcədən kök altında 2 5x minus 1 bərabərdir 6-ya. 5x minus 1 bərabərdir 3-cü dərəcədən kök 2 üzərində neçə var? 6 var. 5x minus 1 bunu hesablasaq burada qalar 2. 2-nin də kvadratı oldu müsbət 4. 5x 5-dən x bərabərdir müsbət 1 alınır. Deməli 26 da oldu. Doğru cavab B variantı. 27-ci sual. 3 üzərində x kvadrat 81 olarsa tənlinin kökləri cəmini tapın. 81-i yazıram 3 üzərində 4 kimi. 3-lər bərabərsə onda x kvadrat bərabərdir 4-ə. Bu tənlinin kökləri də biri 2 olur, x bərabər həm mənfi 2 olur. Bunların da cəmi neçə edər? 0 edər. Deməli 27 oldu B variantı. 28-ci suala baxaq. 3 üzərində x üstə gəlinsin
3 üzərində x plus 1'i belə yazıram. 3 üzərində x vurulsun 3 üzərində 1 kimi. O da bərabərdir 36'ya. 3 üzərində 1 ilə 3'ə bərabərdir. Bunları da toplamda 4 vurulsun 3 üzərində x bərabərdir 36'dırsa 3 üzərində x 36'nın 4'ə bölüb 9. 9 da təbii ki 3'ün kvadratıdır. Bir de x bərabərdir buradan 2 alınır. 28 oldu. Y variantı. 29. suala baxaq. 3 üzərində x plus 2 bərabərdir. 3'də 1'i də yazıram. 3 üzərində -1. Onun üstündə x minus 3 kimi. 3 üzərində x plus 2 bərabərdir. 3 üzərində 3 minus x. Çünki mənfiyə vurdum. Bax, bu mənfiyə vurdıq. Onda x plus 2 bərabərdir. 3 minus x-dırsa 2x müsbət 1'dən x eləyir 0,5. Deməli 29 da oldu. Doğru cavab B variantı. 30. sualda bunun eynisidir. Yazmıram. Baxaq 31. suala. 5 üzərində x kvadrat minus 2x 125'te yazıram 5'in kubu kimi. Onda x kvadrat minus 2x bərabərdir müsbət 3 olar. X kvadrat minus 2x minus 3 bərabərdir 0'dırsa təmin köklər cəmi 2'yə, hasili isə mənfi 3'ə bərabərdir. Deməli 3 ilə -1 ədədləridir. Bunlardan da kiçik kökü istəyirik. Kiçik kök də -1 olur. Deməli 31 oldu A variantı. 32 bunun eynisidir. Baxaq 33. suala. 27 bölünsün. Kök altında 3, üstündə x var. Bərabərdir. 9 üzərində 3x minus 2 var. Vurulsun kökdə 3 var. Tənliyini həll edin. Əvvəla yazıram. 27 bərabərdir. Bu məxrəci 1 olduğunca tənasüb qaydası ilə vursam. Bir də kök altında 3'ü yazıram. 3 üzərində 2'də 1, 10 üzərində var x. 9'u yazıram 3 üzərində 2, 10 üzərində 3x minus 2. Kökdə 3'ü də yazıram 3 üzərində 2'də 1 kimi. 3 üzərində 2'də 1. Şimdi yazıram 27 bərabərdir. Biraz aşağıdan yazar bunu. 27 də elə 3'ün kubu deməkdir. 3'ün kubu bərabərdir. Hamısı 3'dür. Onda qüvvətlər nə ilə toplanacaq? Bu x bölü 2'dir. Üzərinə gəlinsin. 6x minus 4'dür. Üzərinə gəlinsin 1 bölü 2'dir. İndi əsaslar yenisi qüvvətlər də bərabərdir. Yazırıq 3 bərabərdir. X bölü 2 üstə 1 bölü 2. Yazar da bunu x bölünsün 2. Üzərinə gəlinsin 1 bölü 2. Üstə gəlinsin 6x minus 4'ə. Şimdi burada neyine? X bölü 2 üstə 6x 13x bölü 2. 3'dən də 3 üstə gəlinsin 4 minus 2'də 1 var. Bu da 13x bölünsün 2 bərabərdir. 7, 2 7 14, 13 bölü 2. Bu da toplayanda neçə elədi? Toplayıb çıxanda 13 bölü 2. 13 bölü 2'lər geçsə x neçə qalar yerdən? Müsbət 1 qalar. Deməli 33'də doğru cavab oldu D variantı. Yəni ki, misalın həlli bax buranı əhatə eləyir. 34-cü suala baxaq. Bir tənliyi həll edin. 2 üzərində 3x bərabərdir. 2 üzərində bax 9'u 1 bölü 3x'ə vururam. Yazıram 9 vurulsun 1 bölünsün 3x. Bax bu 9 1 bölü 3x'ə vurulur. İndi yenə də əsaslar eynidir. Onda qüvvətlər bərabərdir. 3x bərabərdir. 9 bölünsün 3x'ə. 9'dan getsə x'lər burada qalır 3. O zaman 3x kvadrat bərabərdir müsbət 3'dən. X isə bərabərdir plus minus 1 alınır. Deməli 34 oldu. Doğru cavab Y variantı. Baxaq 35-ci suala. Üç üzərində x bərabərdir. Bu 27'ni yazıram. 3 üzərində 3, 10 üstündə neçə var? 1 bölü 2x var.
Bir də vurulsun. 3 üzərində 4-də 5 var. Tənliyin müsbət kökünü tapın. Aha. Yazıram 3 üzərində x bərabərdir. 3 üzərində 3 böl 2x üstə gəlinsin 5 bölünsün 4-ə. İndi əsaslar yenisi qüvvətlər bərabərləşdirək. X bərabərdir 3 yazırıq. 3 bölünsün 2x üstə gəlinsin 5 bölünsün 4-ə. İndi x buradan 0-dan fərqlidir. Bu məlum məsələdir. Bir də nə edəcəm? Hər tərəfi 2x-a vursaq, 2x-a vursaq, olur 2x-in kvadratı üstə gəlin bərabərdir. Müsbət 3-ə üstə gəlinsin. 2x-a vuranda edir 5x bölünsün 2. Yəni bu 2x-a vururuq, o da verir 5x böl 2. Burada hər tərəfində 2-yə vuraq, olur 4x kvadrat bərabərdir 6 üstə 5x. O da 4x kvadrat minus 5x minus 6 bərabər olub 0-a. Bu 3 üzəri 4-də 5 7-də. O da 3 bölünsün x. Aha, 2x-a. Bu da məlum, bu da məlum. Bunlar toplanır. Deyir tənliyin müsbət kökünü tapın. Diskriminanta baxsaq, diskriminant bərabərdir 25. Üstə gəlsin 16. 6-ya vuran neçə edir? 96 edir. 11, 12. 121. x1 bərabərdir. 5 üstə gəlsin 11 bölünsün 8. Bu edir 2. x2 bərabərdir. 5-dən 11. 10 bizə müsbət köküdür. O birisi kökdə mənfidir. Elə cavab nə aldım? Müsbət 2 alındı. Deməli 35-ci sualda olar doğru cavab E variantı. Yenə deyirəm tənliyin həlli bax buranı əhatə edirdi. Baxaq 36-cı suala. 3-də 2x yazırıq. 3-də 2 üzəri x. Vurulsun. 9 bölünsün 8 üstündə x. 9 bölünsün 8 üstündə x bərabərdir 27 böl 64-ə. İndi qüvvətlər eynisə əsaslar vurula bilər. X daha doğrusu 3-də 2 vurulsun 8-də 9 10 üzəri x bərabərdir 64-də 27. Bundan bu 1 qalır 4 qalır. Bundan da 1 qalır 3 qalır. Yəni ki 3 bölünsün 4 üzəri x bərabərdir 64-də 27-də 4-də 3-ün kubu kimi yazmaq olar. Əsaslar eynidir, qüvvətlər onda bərabərdir. X bərabərdir müsbət 3 alındı. Deməli 36 oldu C variantı. 37 bunun eynisidir. Yazmıram. Baxaq 38-ci suala. 5 üzərində x minus 1 bərabərdir 10 üstündə x vurulsun 2 üstü mənfi x vurulsun 5 üzəri x plus 1-ə. Deyir tənliyini həll edin. Bunu belə yazmaq istəyirəm. Yazıram 5 üzəri x bölünsün 5 kimi. 10 üzəri x-i da yazıram 2 üstündə x vur 5 üstündə x vur 2 üstü mənfi x. 5 üstündə x vurulsun, bu da 5 kimi yazmaq olar. İndi buradan 2 üstü mənfi x-dən 2 üstü x gedir. İxtisar. 5 üstündə x sadə getdi. Yap yaxşı. Onda 5 üstündə x yazırıq. 5 üzəri x bərabərdir. 5 5-ində neçə edir? 25 edir. Yəni 25 bax belə yazırıq da buna. 25 vurulsun 5 üzəri x bərabərdir müsbət 1-ə. 5 üzəri x bərabər olsun 1 bölünsün 25-ə. 5 üzəri x da bərabərdir 5 üstü mənfi 2-yə. Deməli x neçə olub burada? Mənfi 2 olub. 38 də oldu. Doğru cavab D variantı. 39 da bunun eynisidir. 40-cı suala baxaq. Bunların nəyə əksər edə bilir? Çünki 5 üzəri x heç vaxt 0-a almır. Bax ona görə. Kökdə 5-i yazıram belə. 5 üzəri 2-də 1 kimi. 5 üzəri 4x var.
25'te 1'i də yazacağım 5 üzəri mənfi 2 kimi. İndi bu olacaq 5 üzəri 2-də 1 üstə 4x bərabərdir 5 üzəri mənfi 2-yə. İndi 1 bölünsün 2 üstə 4x bərabər olmalıdır mənfi 2-yə. Çünki əsaslar indi qüvvətlər bərabər olur. Hər tərəfini 2-yə vursaq 1 plus 8x bərabərdir mənfi 4-ə. X də bərabərdir mənfi 5 bölünsün 8 alınır. O da 40-cı sualda da oldu doğru cavab B variantı. 41 də bunun eynisidir yazmıram. Baxaq 42-ci suala. 8 üstündə x plus 1'i 1 yazıram. 8 üstündə x vurasın 8 üstündə 1 kimi. Minus 5 vuraq 8 üstündə x var. Bərabərdir 24. Şimdi bu 8 üzəri 1 ilə öz eləyir də. 8 üzəri x-dan 5 vuraq 8 üzəri x-i çıxsam, qalar 3 vuraq 8 üzəri x. Bu da 24'tür. 8 üzəri x bərabər 24 isə bölüm 8 üzəri 1'dir. X də buradan təbii ki müsbət 1'ə bərabər olur. 42 də oldu D variantı. Keçək növbəti suala. Misal nömrə 43-ə. Tənliyini həll edin. Əvvəla bunu belə yazıram. Loqaritma 5x kvadrat minus 6 bərabərdir LC 5x minus 6'ya. 43. Şimdi yazıram 5x kvadrat minus 6 bərabərdir 5x minus 6'ya. Şimdi yazıram 5x kvadrat minus 5x bərabərdir 0 ise bu 6'lar burada getdi. X bir dəfə 0 alınır. X bir dəfə də 5 alınır. Şimdi baxaq təyin oblasına. 0 qoyanda bu mənfi 6 edir. Olmaz. Deməli 0 kənar kökdür. 5'ə baxaq. 5 5 25. Tənlinin köklərindən biri 5'dir də. Cavabı oldu 5 5 25. 25'dən 6 çıxanda qalar 19. Burada 19 eləmir axı. Deməli bir daha loqaritmləri atırıq. Bir daha da bunun təyin oblasına baxırıq. X kvadrat minus 5x alınmışdı. Aha. Burada x bərabərdir müsbət 5 alınır. Biz hansı suala baxırıq? 40 5x kvadrat minus 6 var. Bir də 5x minus 6 var. Aha. Bəs burada bu 5 şərti niyə ödənmir? 5 deyil tənin köklərindən. Tənin köklərindən biri də 1'dir. Deməli indi 1'ə baxsaq 5 birim 5, baxın 1 qoysam 5 birim 5 6-ncısı mənfi 1. Loqaritm daxili ifadə mənfi ola bilməz. Onda bu da kənar kök sayılır. Tənliyin həlli yoxdur. Boş çoxluq. Deməli 43 oldu. Burada C variantı. 44 də eynisidir. Baxaq 45-ci suala. Loqaritm 4 əsasdan 5 minus loqaritm 3 əsasdan 2x üzəri 1 bərabərdir 1'ə. 4 üstündə 1 yazırıq. 5 minus loqaritma 3 əsasdan 2x plus 1. 5 üstü daha doğrusu 4 üstündə 1 4 eder. Loqaritm 3 əsasdan 2x plus 1. 4'dən 5 çıxdıq mənfi 1. Bu mənfi ilə müsbətdə oldu müsbət 1. İndi 2x üstə 1 bərabərdir 3 üstündə 1 3 edir. X-ə buradan taparıq müsbət 1. Müsbət 1 tapanda da loqaritm daxili ifadə mənfi olmur. Bu eləyir 3. Aha. Bu da müsbət edir. Hər ikisi müsbət elədiyinə görə loqaritm daxili ifadələr. Ona görə x bu tənlinin bir köküdür. Oldu 45-ci sual Y variantı. Keçək növbəti suala. Deməli 46 da bunun eynisidir. Özünüz yazarsınız. Baxaq 47-ci suala. Tənlinin kökləri cəmini tapın. Deməli 47-ci sualda belə eləyəcəm. 2 üstündə 2x. Bax bunu belə yazıram. 2 üstündə 1 vurulsun 2 üstündə 2x kimi. Əsaslar yolunda qüvvətlər toplanır da. Minus 9 vuraq. 2 üstündə x. Üstə yəni 4 bərabərdir 0-a.
Şimdi 2 üstə 1 2 edir. Bu da yazıram 2 üstündə 2, daha doğrusu 2 üstündə x 10 kvadratı minus 9 vurulsun 2 üstündə x üstə yenəsin 4 bərabərdir 0-a. Şimdi 2 üstündə x-a bir t desəm olur 2 t'nin kvadratı minus 9 t plus 4 bərabərdir 0-a. Tənliyin köklər cəmi istəyir bizdən. Diskriminant bərabərdir 81 minus 16 32. Belədir 49. T1 kök bərabərdir 9 çıxılsın 7 bölünsün 4. Böyle 2'də 1 T2 kök bərabərdir 16'ın 4'ü bana qalar müsbət 4'ə. İndi 2 üstündə x bir dəfə 2'də 1'ə bərabər ola bilər. 2'də 1'i də yazıram 2 üstü mənfi 1. X olur mənfi 1. İndi 2 üstündə x 4'ə bərabər ola bilər. 4'ü də 2'nin kvadratı kimi yazıram. X də olur müsbət 2. Bax, biri mənfi 1'dir, biri müsbət 2'dir. Köklər cəmi istəyirsə toplayanda nə verər bizə? 2 ilə mənfi 1'i müsbət 1 verər. Deməli 47-ci sualda B variantıdır doğru cavab. 48 bunun eynisi. Baxaq 49-cu suala. 3 üzərində loqaritm 9'u yazıram 3'ün kvadratı kimi. 4'ü yazıram 2'nin kvadratı kimi. O da bərabərdir loqaritm 5 əsasdan 3 üstə gəlinsin 2x. Bax, bu 2 ilə 2 bir-birinə, daha doğrusu bu 2 yox, bu 2 ilə 2 bir-birinə bölünür. Bu 3-də loqaritm aparır. Bir dənə yerdə qalıb burada 2 qalıb. 2 bərabərdir loqaritm 5 əsasdan 3 üstə 2x. Şimdi 5'in kvadratı ilə də 25 bərabərdir 3 üstə gəlinsin 2x-a. 2x bərabərdir 25'dən 3 çıxdıq 22'dir. X də bərabərdir müsbət 11. Oldu 49-cu sual D variantı. 50 də bunun eynisidir. Sadələşdirib tənliyi həll eləyəsiniz. Baxaq 51-ci suala. Bax, bu ifadələri bu formada yazacağım. 7 üstündə x plus 2'ni yazıram 7'nin kvadratı vurulsun 7 üstündə x. 7 üstündə x plus 1'i yazıram 7 üstündə 1 vurulsun 7 üstündə x. Plus bir də 7 üstündə x var. O da bərabərdir 49'da 57 olsun. 7'nin kvadratı ilə müsbət 49 vur 7 üzərində x üstə gəlsin. 7 vuraq 7 üzərində x üstə 7 üzərində x bərabərdir 49'da 57. Bax, fikir verin, hamısında 7 üzəri x var. Bunları toplamaq olar. 49, 7, bu da bunun qabağında 1 olur, yazılmır da. 17 yox ha, burada 1 də. Bu da 57 vurursan 7 üstündə x bərabərdir 57 bölünsün 49. 57'lər ixtisar getdi. 7 üstündə x burada 49'a 1 qalıb. O da 7 üstü mənfi 2 kimi yazırım. X bərabərdir olur mənfi 2. Deməli 51-ci sual olar A variantı. 52 də bunun eynisidir. Baxaq 53-cü suala. Əvvəla tənliyin özün yazda. X üzərində loqaritm x əsasdan 1 plus x kvadrat bərabərdir müsbət 9'a. Bax, bu x-dən loqaritm apardı. Bir-birin qalır 1 plus x kvadrat bərabərdir 9'a. İndi 1 plus x bərabərdir 3 ola bilər. 1 plus x bir də mənfi 3 ola bilər. X bərabərdir müsbət 2 alınsın. Bir də x bərabərdir mənfi çıx 1 oldu mənfi 4 alınsın. İndi bu tənliyin kökləri mənfi 2 ilə mənfi 4 alınmışıq. İndi baxarsınız burada 2'də müsbətdə. Başqa 4 yoxdur. Əgər deyərsiniz ki, cavab müsbət 2'də. Xeyr. Bu mənfi, baxın, loqaritm, bax, burada x var ha. Bu x 0'dan böyük olmalıdır. X 1'dən fərqli olmalıydı. O sonra 0 olmamalıydı, belə deyək də. İndi bu mənfi 4, baxın, 0'dan böyük şərtini ödənmir axı. O görə bu mənfi 4, bax, kənar kökdür. Eyni zamanda
Bu kvadrat olsa da bax bu x-a mütləq nəzər etmək lazım idi. Kvadrat verməsə də yenə də orada kənarkök sayılır. Ona görə doğru cavabımız müsbət 2-yə bərabərdir. Və bu sualda eyni setdə. 53-cü sual oldu B variantı. 54 bunun eynisidir. 55-ci suala baxaq. 3 üzərində x plus 1 bərabərdir. 3-cü dərəcədən kökdə 9-u belə yazıram. 9 üzəri 3-də 1 kimi. İndi 3 üzəri x plus 1 bərabərdir. 3 üzərində 2, 10 üstündə 3-də 1 kimi. 3 üzərində x plus 1 bərabərdir. 3 üzərində 2 bölünsün 3 kimi. Yenə x üstə 1 bərabərdir 2 bölünsün 3-dürsə, x bərabərdir mənfi 1 bölünsün 3-ə bərabər olar. 55 də oldu. Doğru cavab baxın B variantı. Baxaq 56-cı suala. O da eyni sualdır. Keçdik 57-yə. Tənliyi həll edin. Yazırıq. 3-cü dərəcədən 7 üzəri 3x plus 6-nı bax belə yazıram. 7 üzərində 3-də 1 kimi. O da bərabərdir. 7 bölünsün. Kökdə 7-də yazıram 7 üzəri 2-də 1 kimi. 2-də 1. İndi bu 3-də 1-i bu ifadənin hər birinə vursam, 3x-i 3-də 1-ə vuranda qalar x. Üstə yensin. 6-nı 3-də 1-ə vuranda qalar 2. Bunun üzərində 1 var da. 1-dən 2-də 1 çıxsam qalar elə müsbət 2-də 1. Bax yazırıq. Müsbət 2-də 1. İndi 7-lər bərabərdirsə, onda qüvvətlər də bərabər olsun. X plus 2 bərabərdir 2-də 1-dirsə, x də bərabərdir mənfi 3 bölünsün 2-yə. Mənfi 3 bölü 2, 57-ci sual oldu. A variantı. 58 eynisidir. Baxaq 59-a. Deməli, 2 vurulsun loqaritm 3 əsasdan. Bax, bu x kub var. Ha, bu x kubun qarşıya keçidirəm. Olur 3. Sonra üzərinə gəlinsin. Loqaritm 3 əsasdan. Yazırıq loqaritma 3 əsasdan. Bu 20 də keçir qarşıya. Olur 20. Bura x. Əslində model x yazmalıyıq bura. Amma x-in üzərində 20 olduğuna görə bunun qorusu yoxdur. Müsbətin verəcək də bizə belə deyək. O da bərabərdir. Müsbət 52 olsun. Bilir 6. Bura x qalıb da. 6 loqaritma 3 əsasdan x. 20 loqaritma 3 əsasdan x 52-dir. 26 loqaritma 3 əsasdan x bərabərdir 52-dirsə, yazaq 52-ni. Deməli, loqaritma 3 əsasdan x 52-ni 26-ya böləndə qalar müsbət 2. Bərabərdir 2-yə. X buradan da 3-ün kvadratı 9-a bərabərdir. Deməli, 59-cu sualda da doğru cavab B variantıdır. 60 da bu sualın eynisidir.